Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün yeni bir mix sualların izahatı ilə sizi tanış eləyək. Suallarımız kainat kurslarına aid olan bir suallardır. Yeni keçirilib və həm sertifikasiya hazırlaşan, həm MIQ imtahanına hazırlaşan müəllimlər bu suallardan yararlana bilərlər. Suallarımıza keçid alaq. Burada qeyd edirik ki, birinci sualda xarici kapitaldan məhrum olan xüsusi kapitalı sənaye buraxmaqdan ehtiyat edən Sovet hakimiyyəti ağır sənayeni digər sahələrdən gələn gəlirlərin açıq-aşkar talan edilməsi hesabına dil çətməyə çalışırdı. Bu, bazar münasibətlərinin ləğvinə və istehsalçının iqtisadi sərbəstliyinin alınmasına və kənd təsərrüfatı vasitələrinin sənaye axmasına səbəb olurdu. Verilmiş mətndəki hadisələr nəyin nəticəsidir? Burada məlum məsələdəki ağır sənayedən söhbət gedir burada. Sənayədən gəlirlər hesabına, burada bazar münasibətlərinin ləğvindən söhbət gedir. Həmçinin iqtisadi sərbəstliyin alınması. Təbii ki, bu taxıl ticarəti dövlətin inhisarına keçdi. Bu yanlışdır. Yeni iqtisadi siyasət prinsiplərindən imtina edildi. Yeni iqtisadi siyasət prinsiplərindən imtina edildi. Doğru cavabımız B variantıdır. Çanaq vergisi yeni iqtisadi siyasətdə idi. Planlı iqtisadiyyatdan imtina edildi. Bu yanlışdır. Əslində planlı iqtisadiyyat tətbiq olundu. Arzaq sapalağı tətbiq edildi. Yanlışdır. Bu da doğru cavabımız B variantı olar. İkinci sualda qeyd edilir ki, verilmiş bütün xüsusiyyətlərin aid olduğu hökmdarı müəyyən edin. Dövlətin paytaxtını dəyişdirdi. Gürcülərlə qarşı mübarizə apardı. Təbrizi Axsumqlərdən aldı. Bu, Məhəmməd Cahan Pəhləvana aiddir. 1175-86-cı illərdə hakimiyyətdə olub. Üçüncü suala baxırıq. Göstərilərin hökmdarlara və dövlətlərə aid olan ümumi cəhətlərə aid deyil. Rey şəhərinin ələ keçirilməsi Sultan Mahmud Qəznəli, Yusuf İbn Əbi Sa'd və 1-ci Toğrul. Deməli, Səlcuq Sultan 1-ci Toğrul paytaxtı Rey şəhərinə köçürüb, Nişapurdan Rey şəhərinə. Mahmud Qəznəli də Reyi ələ keçirib, Yusuf İbn Əbi Sa'da da aiddir. Deməli, aid olmayan cəhət istəyir. Biri çıxırıq, birə aid olanları götürməyəcək. İslamın dövlət dini elan edilməsi, təbii ki, bunlardan Qaraxanlı dövlətinə götürmək olar. Yəni, dövlət dini kimi elan edilib. Digər dövlətlərə aid olmaz. Yəni, dövlət dini olduğu. Sonra, Hindistan üzərində yürüş etməsi də ümumi deyil. Yəni, Mahmud Qəznəvliyə aiddir. Digərlərini isə biz deyək ki, bunları aid edə bilmərik. Ona görə də üçü də götürürük, aid olmayan istəyir. Şirvanşahlar dövlətinin asılı-ala salınması. Deməli, Qaraxanlı, Qəznəvi və Sacilər dövlətinin və yaxud Sultan Mahmud Qəznəli, Yusuf İbn Əbi Sa'd. Bu da aid deyil, bütün hamısı üçün aid deyil. Bu, Yusuf İbn Əbi Sa'da aid etmək olar. Digərlərinə aid deyil. Samanilərlə mübarizə aparılması Mahmud Qəznəvliyə də Yusuf İbn Əbi Sa'd Rey şəhərini alır. Bir də Toğrula, deməli, Qaraxanlı və yaxud Qaraxanlı Qəznəvi Sacilər dövləti üçün oxşar cəhət olduğu üçün, yəni bu dövlətlərin hər birinin, məsələn, Qaraxanlı Samanilərin mübarizə aparıb, Qəznəli aparıb, Sacilər də Rey şəhərini ələ keçirib. Deməli, o da Sacilər dövləti də Yusuf İbn Əbi Sa'dın dövründə mübarizə aparıb. O səbəbdən 5 də yanlışdır. Sualın doğru cavabı 2-3, yəni D variantı olacaq. Dördüncü sualda qeyd edilir ki, Manna dövlətinin İranzu hakimiyyətə gəldiyi zaman hansı hadisə baş verib? Mannanın vilayətlərini birləşdirib mərkəzi hakimiyyəti gücləndirmək. Bəli, mərkəzi hakimiyyəti gücləndirmək bu əsas prinsiplərdəndir. İskit Paşalığı İttifaq İranzunun hakimiyyətliklərinə düşmür. Bu, Aşşerin dövrünə aiddir. Vilayət hakimlərinin müstəqilliyini artırmaq əslində yanlışdır. Xarici hücumların qarşısını almaq doğrudur, götürə bilərik. Canişinlik sistemini yaratmaq, ləğv etmək deyil. Ona görə də burada sualın doğru cavabı 1, 4, B variantı olacaq. Növbəti 5-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Müsavat partiyası, Difai partiyası, Qeyrət partiyası. Bunlara uyğun olan xüsusiyyətləri qeyd edirik. İrşad qəzetini nəşr etdirmişdir. Bu, Difai partiyasına aiddir. Çarizmin milli qırğın siyasətinə qarşı demokratik qüvvələri birləşdirmək məqsədi yaratmışdır. Bəli, bu da Difai partiyasına aiddir. Şimali Azərbaycanda yaratmış ilk milli partiya idi. İlk milli partiya Qeyrət partiyasıdır. Deməli, C bəndə gedəcək Qeyrət partiyası.
Topçu Başovun rəhbərliyi ilə bunların heç birinə aid deyil. Mətbu orqanı 1915-ci ildə yaradılan Açıq Söz qəzeti idi. Bu Müsavat Partiyasına aiddir. Deməli, Y 1-ə aiddir. Y, A, B və C olar uyğun cavab. Y, A, B və C A variantında verilib. 6-cı sualda qeyd edilir ki, 15-ci əsrdə Azərbaycanda idarəçilik baş vəzir və əmir əl-ümara. Müharibə dövründə vilayətlərdən qoşun toplayan məmur bu təvacidir. Ona görə də A variantları heç birinə uyğun olmaz. Bunu götürmürük. A olan variantları aradan çıxardırıq. Vəqf torpaqlarına gələn gəlirlərə də sədr əzəm başçılıq edirdi. B də yanlışdır. B də bütün variant, hansı variantlar görsə siləcəyik. Dövlətin maliyyə sistemini və Ali Divanı idarə edirdi. Bəli, C bəndi 1-ə aiddir. Ali Divana. Sonra Türk əyyanlarının təyin qoşun başçısı Əmir əl-Ümara. D bəndi 2-yə aiddir. Xarici ölkələrlə əlaqələr isə vəzirin səlahiyyətinə aiddir. Deməli, burada C, Y və D uyğun cavabımız A variantında verilmişdir. 7-ci suala baxsaq, deməli 7-ci suala baxaq. Burada qeyd edilir ki, Arşakilərin Albaniyada hakimiyyətdə olduğu dövrdə Arşakilər qeyd edilən 1-ci əsrdən 510-cu ilə qədər Albaniyada hakimiyyətdə olub. 1-ci Göytük imperatorluğu yarandı, 552 düşməz. Axund dövləti 567-də süqut etdiyi üçün düşməz. İkinci Göytük dövləti imperatorluğu yarandı 682 aid deyil. Avropa Hun dövləti yarandı 4-cü əsrin 70-ci illərində. Deməli, doğru cavabımız D variantıdır. Xəzər xaqanlığı süqut etdi 965 düşmür. D variantı uyğundur. 8-ci sualda 20-ci əsrin 70-ci illərində Türkiyədə baş vermiş hadisələr aid deyil, aid olmayan deyir. Ölkədə siyasi qeyri-sabitliyin hökm sürməsi və tez-tez hökumət dəyişikliklərinin, siyasi sabitsizliyin, qeyri-sabitliyin hökm sürməsi, hökumət dəyişikliyin baş verməsi bu aiddir. Aid olmayan istəyir. Deməli, biri çıxardarıq, biri çıxardırıq. Hərbi çevriliş nəticəsində dini müxalifətin meydana gəlməsi, bu hərbi çevriliş 60-80-ci illərdə aiddir. Bunu götürmürük, çünki 70-ci aid deyil. Terror və müxtəlif siyasi qruplar arasında silahlı münaqişələrin artması da aiddir. Ona görə götürməyəcəyik. 3-ü də çıxardırıq. Deməli, sualın doğru cavabı 2, 4, 5. Hərbi çevriliş dini müxalifətin güclənməsi. 2, 4, 5. Məhkəmənin ilk dəfə olaraq qanun verici və icazəci hakimiyyətli yolları belə 3-cü hakimiyyət qurumu kimi tanınması 1461-ci ildə, 1961-ci ildə daha doğrusu. Deməli, bunu götürürük. Sol təməlli təşkilatların yaranması. Bunda da götürəcək 2, 4, 5 uyğundur. Növbəti 9-cu suala baxaq. Deməli, 9-cu suala baxırıq. 9-cu sualda qeyd edilir ki, Yusif ibn Əbu Sac və Qara Yusifin fəaliyyətinə aid olan ümumi cəhətdir. Şirvanşahlar dövlətinin tabe edilməsi. Bəli, Yusif Azərbaycan vahid halda birləşdirdiyi üçün Qara Yusif 1412-ci ildə isə Şirvanşahlar dövlətinin nasıldan salıb. Ona görə doğru cavabımız ilə A variantı olur. Burada Dərbənd sədrini bərpa elətdirib Yusif ibn Əbu Sac. Sultan titulunu bunlardan heç biri qəbul etməyib. Slavyanlara qarşı mübarizə götürmürük. Ərdəbil hakimlərinin mübarizəni aparması. İndi A variantı uyğun cavab olacaqdır. Növbəti 10-cu sualda Potsdam konferansının Yalta konferansından fərqli cəhəti SSR-nin Yaponiyaya qarşı müharibə elan etməsi haqqında məxfi saziş bağlandı. Bu əslində Yaltaya aiddir. Bizdən isə Potsdamda oluşur. Bunu götürmürük. Faşist hərbi siyasi caniləri mühakimə etmək, hərbi tribunal yaratmaq. Bəli, hərbi tribunal Potsdamda yaratmışdır. O cavabımızdır. İkinci cəhbərin açılması qərarında Tehranda. Albaniyanın danışıq təslimi olmasından sonra qarşı siyasət müəyyən edildi. Bu da deməli Yalta konferansınadır. Müttəfiqlər tərəfindən hücum əməliyyatının əlaqələndirilməsi də Yalta konferansına aiddir. Deməli B uyğun cavabdır. 10-cu sualda 11-ə baxırıq. Azərbaycanda 1-ci İşin əmək bölgüsünün meydana gəldiyi dövr. Yəni əkinçiliklə maldarlığın ayrıldığı dövr erkən tuncluq. Burada uyğun cavabımız B variantıdır. Digər 12-ci sualda Molotov-Ribbentrop paktının Avropada təəccüblə qarşılamasının səbəbi yəni kommunizmlə faşizmin yəni iki əks qütblü ideologiya nümayəndələrinin uzlaşmasıdır. Burada da sualın doğru cavabımız B variantında bir aydın şəkildə görə bilirik. 13-cü suala baxsaq. 13-cü sualda qeyd edilir ki, gərək Əsədovun qəhrəmanlıq göstərdiyi dövlətin ərazisini müəyyən edin. Bu Rumıniya ərazisidir. Rumuniyada 5 rəqəmi göstərmiş ərazidədir. Buna da B variantında göstərilib. Şəhadətlər dövlətindən fərqli olaraq Eldanizlər dövləti
Səlcuqlar tərəfindən süquta uğradılmışdır. Bu Şəddadilərə aiddir. Bizdən deyir ki, Şəddadilər dövlətindən fərqli olaraq Eldənizlər dövləti. Yəni bunu götürmürük. Gürcülərlə hər ikisi mübarizə aparıb, Monqolların hücumuna məruz qalıb, bəli, Eldənizləri götürmək olar. Azərbaycanın şimalında yaranmışdır, hər ikisinə aiddir. Şirvanşahlar asılı salıb, yəni burada Eldənizlərə aiddir. Deməli, 2 doğru cavabımız B variantında göstərilib 14-cü sualda. Və növbəti 15-ci suala baxaq. Burada qeyd edilir ki, göstərilənlərin aid olduğu müvafiq olaraq aid olduğu əraziləri xəritədə göstərin. İlham Əliyevin iştirakı ilə istifadə verilən ilk infrastruktur layihəsinin açılışı burada olmuşdur. Bu təbii ki, Laçın rayonu ərazisindedir. 3 rəqəmi Güləbirt elektrik stansiyası. Sonra burada da Qarabağ hava qapısı da Füzuli rayonudur. Deməli 2 ilə 3 uyğun cavabımız C variantında verilib. 16-cı sualda Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin fəaliyyətinə aid ümumi cəhəti Azərbaycan Dövlət Firqəsinin rəhbərlik etməsi doğrudur. İkinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanda milli hökumət yaratması bu Pişəvəriyə aiddir. İctimai İdarə Heyəti yaratması Xiyabaniyə aiddir. Qacarlar sülaləsinə qarşı mübarizə Xiyabaniyə aiddir. Burada Cənubi Azərbaycanın müxtəriyyət verilməsi uğruna vuruşu 1 və 5 uyğun cavab olacaq 16-cı sualda. Və növbəti 17-ci suala baxaq. 17-ci sualda qeyd edilir ki, 1-ci Dünya müharibəsi dövrünə aid baş vermiş döyüşlərin xronoloji ardıcılığını müəyyən edin. Borçalı 18-ci ilin iyun ayındadır. Çanaqqala 1915-dədir. Tannenburg 14-cü ildədir. Soma 16-cı ildədir. Deməli, burada uyğun cavabımız əvvəl Tannenburg, ondan sonra Çanaqqala, ondan sonra Sommadır və 4 Borçalı, 2-3-4-1 olur. 18-ci sualda qeyd edilir ki, Azərbaycan SSR-nin 20-ci əsrin 3-cü rübündən fərqli olaraq 4-cü rübü. 3-cü rübü təxminən 50-75-dir. 4-cü rübü isə 76 və əsrin sonuna qədər olan hadisədir. İndi baxırıq burada alkoqolizmə qarşı mübarizə üzümçülüyün ləğvinə başlandı. Burada 4-cü rübə düşür, bəli, 80-ci illərə aiddir. Azərbaycan dilli dövlət dili elan olunması aid olmaz. Çünki 56-da da vardı belə konstitusiya əlavə. Repressiya məruz qalan şəxslərə bəraət verilməsi də Nikita Xruşovun dövrünədir. Azərbaycan SSR Ali Sovetinin Rus məktəbinin Azərbaycan dilinin icbari tədrisi barəsində qərar qəbul edildi. Bu da yanlışdır. Xalq Deputatları Sovetinin seçkilərinin alternativ yolla keçirilməsi 1989-cu ilə aid olduğu üçün burada uyğun cavab 2 ilə 5 olur 18-ci sualda. Və 19-cu suala baxırıq. Azərbaycan tarixinin 10-cu əsrin birinci yarısı üçün səciyyəvidir. Ərazisini vahid dövlətin birləşmiş Tacirlər dövlətini götürə bilərik. Məzədilər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi. Məzədlərin Şirvanda hakimiyyətə gəlməsi 861-ci ildə götürmürük. Slavyanların hücumlarının, yürüşlərin dəf edilməsi, bəli. Yəni ki, 9-10-cu ildə olan yürüşünü qeyd edə bilərik. Və feodal münasibətləri 3-cü əsrdə yaranıb. 1-3 götürürük. Burada da 1 ilə 3-ü götürürük. 20-ci sualda Şumer şəhər dövlətinin idarə etmə sisteminə aid deyil. İlk dövrlər məbəd sakinləri tərəfindən idarə olunması, bəli. Aid olmayan istəyirsə bunu götürmürük. Mixi yazı sistemindən istifadə edilməsi bu idarə etmə sisteminə aid olmaz. Yəni bunu götürürük. Müharibə zamanı əhalinin hərbi başçı seçməsi aiddir. Götürmürük. İdarəetmənin teokratiyaya arxalanması, əhalinin hərbi başçı seçilməsi, teokratiyaya arxalanması da doğrudur, dini idarəçilik var. Müharibələr nəticəsində hökmdarların hərbi başçılar çevrilməsi. Əslində, hərbi başçılar seçilir, yəni bu müharibələr nəticəsində hökmdar hərbi başçı seçilirdi. Müharibələr nəticəsində deyil. Burada ona görə də burada 5-i də götürürük. Sualın doğru cavabı olur 2 və 5. 20-ci sualda baxdıq və növbəti 21-ci suala baxsaq. 21-ci sualda qeyd edilir ki, Hülaki hökmdarı Əbu Səidin hakimiyyəti dövrünə aiddir. Hülaki hökmdarı Əbu Səidin hakimiyyəti dövrünə aiddir. Qızıl Ordu qoşununun məğlub edilməsi, bəli, 1335-də məğlub edib. Qızıl Ordu qoşunun məğlubiyyətə uğratması. Doğru cavabımız A variantında verilib. Monqol qoşununda xidmət iqta yanlışdır. Cəlalilər dövləti 1340-da yaranıb, 1335-ə qədər onun hakimiyyət illəri. Cəlalilər dövlətinin Şirvanşahlar dövlətinin asıllarla salınması 1367-də düşməz. Əl keçirilmək üçün Cəlalilər və Şirvanşahlar mübarizə aparıblar. Bu
Bu da deməli 15-ci əsrin əvvəllərinə düşür. A variantı uyğundur. 22-ci sualda qeyd edilir ki, göstərilənlər ABŞ prezidentlərinin hakimiyyəti dövrünə aid deyil. Calvin Coolidge, Herbert Hoover və Franklin Roosevelt göstərir. Bitərəfli haqqında qanun Rooseveltə aid götürmürük. Sosial təminat haqqında qanun Rooseveltə aid olduğu üçün götürmürük. Dövlətin 1-ci Dünya müharibəsinə qoşulması deməli Woodrow Wilsonun dövrünədir. O yox idi. Deməli cavabımız budur. Böyük böhran Herbert Hooverə aiddir. Şərqi Avropadan Asiyadan mühacirət axının qadağan edilməsi isə, yəni Yaponiyadan bu Calvin Coolidge aiddir. Deməli uyğun cavabımız C variantı olur. 23-cü suala baxsaq, burada qeyd edilir ki, göstərilən xüsusiyyətlərin heç birinə aid olmayan cavabı müəyyən edin. Sahibkar kəndlərin feodal asılığından azad edilməsi 70-ci il islahatı var burada. Ali müsəlman silkinin mülk və tiyul torpaqları üzərində tam mülkiyyəti hüququ 46-cı il respublikdir. Bəylərin kəndlərinin polis və məhkəmə hüququ ləğv edildi. Bu kənd cəmiyyətləri haqqında qanunda idi. Kombinat rəsulu 40-cı il 10 apreldir. Aid olmayan A variantıdır. Yəni dövlət kəndlərinə aid olan qanun verilmir 23-cü sualda. Və növbəti 24-cü suala baxırıq. Burada qeyd edilir ki, Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərində baş verən hadisəni müəyyən edin. Neft fondunu daxili iqtisadi tədbir. Neft fondu 99-dadır. Bəli, götürə bilərik bunu. Kütləvi informasiya vasitələrində dövlət senzurasının ləğv olunması 98-dədir. 1998-də. Bunu da götürə bilərik. İqtisadi tədbir olduğu üçün bunu götürmürük. Çünki iqtisadi tədbir dediyi üçün bunu B-ni götürmürük. Ədət Azad Ticarət Zonasının liman kompleksinə çevirməsi 2017-ci ildə götürmürük bunu. Xarici siyasi tədbirlərin keçirilməsi, Paris Xartiyasının üzvlüyünə qəbul etməsi 93-də. Konstitusiya məhkəməsi yaradılıb 98-də. Burada da xarici siyasət olduğu üçün Konstitusiya məhkəməsini götürmürük. Türkiyə Respublikası ilə dostluq əməkdaşlığı haqqında müqavilənin imzalanması, bəli, bu var. Deməli, 1-də A, 2-də isə A, C. A və AC B variantında göstərilir. 24-cü sualda və 25-ci suala baxırıq. Eyler-Venn diaqramı əsasən uyğun cavabı müəyyən edin. Bizansdan mübarizə Alparslana da aiddir, Malazgirt döyüşü Toğrula da aiddir. Deməli, A ortaq cəhətdir. Dəndənəkan döyüşünə Qəzəvilərin məğlub edilməsi, deməli, bu Toğrula aiddir. 1040-da paytaxtı İsfahana köçürən, deməli, bu Məlikə aiddir. C-ni götürməyəcəyik. C-ni hər hansı bir variantda görsək, götürməyəcəyik. Deməli, Malazgirt döyüşündə Rəvadilərin tabe edilməsi Alparslana aiddir. Malazgirt döyüşünə qalib gələnsə, yenə də 1071-ci ildə Alparslana aiddir. Deməli, A-yı, daha doğrusu, Rəvadilərin tabe edilməsi Alparslan. Malazgirt döyüşündə qalib gəlməsi, Rəvadilərin tabe edilməsi. Deməli, A-yı olur. Malazgirt döyüşündə qələbə qazanan Toğrul deyil. Rəvadilərin tabe edilməsi. Rəvadilərin tabe edilməsi burada yanlış. Rəvadilərin tabe edilməsi 1054-cü ilə Toğrula aiddir. Üzürlü sayın burada. Deməli, burada olmalıdır B-D. 2-də Y olmalıdır. 3-də A. Doğru cavabımız Y variantında verilib. 26-cı sualda Azərbaycan Respublikasının 21-ci əsrin 1-ci 10 illiyinə aiddir. 1-ci 10 illiyi, yəni 2001, deməli 2010 götürürük. İndi burada qeyd edirik ki, NATO-nun Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi, asosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi 2002-ci ildə olub. Bunu götürəcəyik. İlham Əliyevin Cenevre samitində iştirak etməsi 2003-cü ildə aiddir. Qadın problemləri üzrə Dövlət Komitəsinin təşkil edilməsi 95-ci ilə aid olduğunu götürmürük. Sonra qeyd edilir ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılışı 2017-ci ildədir. Əlaqələndirilmə şurası 2003-cü ildədir. Ona görə də burada uyğun cavabımız olar 1, 2 və 5. 1, 2, 5 C variantında göstərilib. 26-cı sualda, yəni burada 3 ilə 4 yanlışdır. 3 ilə 4 yanlışdır. 1, 2, 5 uyğun cavabdır.
26-ya baxdıq və 27-ci suala baxırıq. Uyğur xaqanlığının mövcud olduğu dövrdə Azərbaycan tarixi üçün səciyyəvi. Uyğur xaqanlığı yaranıb, mövcud olub, deməli 744 və 842-ci illərdə mövcud olub. Xürrəmlər Həmədan yaxınlığında ciddi məğlubiyyətə uğranması bu 833-cü ildə olduğu üçün elə doğru cavabımız A variantıdır. Xəzərlərin ilk yürüşlərinin başlanması 7-ci əsrin əvvəlləri. Məhəmməd ibn Yezidin Bərdə iqamətgahı Gəncəyə köçürməsi 859, Safalan 731, Dərbənd əmirliyi isə 9-cu əsrin 80-ci illərinə aid olduğu üçün götürmürük. Yəni uyğun cavabımız A variantıdır. 28-ci sualda klassik feodalizm dövrünə Fransa krallığına aiddir. Yəni 11-15-ci əsrlərə aid olmasın. Paris şəhərinin bütün şimali Fransanın böyük iqtisadi mərkəzi olması aiddir. Götürmürük. İngiltərələrdə ağır şərtlərlə sülh bağlanması. Bu da 1360-cı ildə aid götürürük. Ölkənin vahid dövlət halına birləşməsinin əsasının başa çatması 15-ci əsrdədir. Deyək ki, bunu götürürük. Ölkənin siyasi cəhətdən birləşdirməsinin maraqlı olan şəhərlərin kral hakimiyyəti müdafiə etməsi də aiddir bu dövrə. Qərbi Avropada üstünlüyün İspaniyadan Fransaya keçməsi bu 30 illik müharibədir. Yəni 1618 və 1648-ci ilə aid olduğu üçün burada bizim cavabımız klassik feodalizmə aid olmayan Y variantıdır. 28-ə və 29-cu suala baxırıq. Euler-Venn diaqramına əsasən uyğun ifadələri müəyyən edin. Demək, Krım xanlığının Rusiya tərəfindən işğal edilməsi təsdiq edildi. Krım xanlığı Rusiya tərəfindən işğal edilməsi təsdiq, bu yazısıdadır. Osmanlı İmperiyasının iştirak illərinin ortaqdır. Rusiya Osmanlı İmperiyasının yaşayan pravoslavlar üzərinə güzəştlər qazandı. Kiçik Qaynarca. Yekaterinin hakimiyyət dövründə ortaq. Rusiyanın ticarət kəmini Bosfor Dardanelles boğazından sərbəst keçmə hüququ qazandı. Y 2 aydalar. Deməli A, C-Y, A, C-Y və B-D uyğun cavabımız D variantında verilib 29-da. 30-cu sualda Atropatenanın Selevkilərin işğalı altında olduğu dövrdə baş verməmişdir. Atropatenan Selevkilər eradan əvvəl deməli 223 və deməli 190-cı illərə qədər olan eradan əvvəl 190-a qədər olan hadisə bu aralıqda olmalıdır. Baş verməmişdir. Metehanın Çinin şimalına keçməsi bu Pençendə 200-də baş verib aid düşür. Qədim Hindistanın Maurya sülaləsinin hakimiyyətində olması, bəli. Yəni bu dövrdə Maurya sülaləsi hakimiyyətdə idi. Yəni 4-cü əsrdən başlayır. 180-cı ilə, yəni 2-ci əsrə qədər mövcud olub. Çinin şimal hissəsi Hunların hakimiyyətinə keçməsi Pençendə idi. Mərkəzi Asiyada ilk türk dövlətinin yaranması Böyük Hun 220-ci ildə yarandığı üçün götürürük. Yəni götürmürük, daha doğrusu baş verməmişdir. Plebeylərin Romada tam hüquqlu vətəndaş sayılması 5-ci əsrə aiddir. 5-ci əsrin əvvəllərinə aid olduğu üçün bu dövrə düşmür. Ona görə uyğun cavabımız Y variantı olar 30-cu sualda və növbəti 31-ci suala baxaq. Deməli, 31-ci sualda qeyd edilir ki, 19-cu əsrin birinci yarısında dövlətlərarası münasibətli əsaslanırdı. 19-cu əsrin birinci yarısında ümumi müdafiə prinsipinə, ümumi müdafiə, bu yanlışdır. Monarxiya sülalələrinin legitimlik fəaliyyəti, yəni qanunilik prinsipinə doğru cavabımız B variantında verilib. Sonra Napoleondan geri alınan ərazilərdə etnik dövlətlər yaratması yanlışdır. İngiltərəyə qarşı qitə blokadası bunun əvvəl mövcud idi. Almaniya və Fransaya qarşı koalisiya. Xeyr. 19-cu əsr Almaniyaya aid deyil bu. Ona görə də uyğun cavabımız B variantıdır. 32-ci sualda qədim Atropatena və qədim Roma münasibətlərinə aiddir. Maqnesiya döyüş nəticəsində Atropatena müstəqilliyin bərpa edilməsi, Roma ilə müttəfiqlik münasibətlərinin yaranması ola bilər 190-cı ildə. Atropatena hökmdarı Artabazdan Roma ilə diplomatik münasibətlər yaradaraq onun Romaya göndərməsi düzdür. Bu da var. Atropatenanın Azərbaycanın hakimiyyət gətirməsi Oktavian köməklik göstərməsi, bəli, bunu da götürmək olar. Atropatena Roma münasibətləri 3-cü əsrin ortalarına qədər davam etməsi, 2-ci yarısına qədər davam etməsidir. Oktavianın Çiy Asiyada yaşayan ermənilər üzərinə nəzarət hüququnu Azərbaycana verməsi.
Kiçik Asiyada yaşayan, deməli burada Maqneziya döyüşü nəticəsində Roma münasibətinə aiddir. Maqneziya döyüşü nəticəsində Atropatena müstəqilliyin bərpa etməsi və Roma ilə müttəfiq münasibətlərin qurulması. Burada yalnız Atropatena müstəqil olur. Bunu götürməyək. Hökmdar Artabazdan Roma ilə diplomatik münasibətlər yaradaraq oğlunu bura göndərməsi, bəli, Aryabarzana göndərir, doğrudur bu. Atropatena da Aryabarzana hakimiyyəti gətirməsində Oktavianın kömək göstərməsi də ola bilər. Atropatena Roma münasibətlərinin 3-cü əsrin ortalarına qədər, 260-a, yəni Sasani işğalına qədər davam etmişdi, ikinci yarısına qədər, ortaları deyil. Deməli, burada 5 ola bilər. Oktavianın Kiçik Asiyada yaşayan ermənilər üzərində nəzarət hüququnu Aryabarzana verilməsi uyğundur. Deməli, burada 2, 3, 5 A variantında doğru cavabımız verilib. 33-cü suala baxırıq. Hadisə nəticəsinin səbəb əlaqələrinin uyğunluğu müəyyən edin. 1590-cı ildə İstanbul müqaviləsinin imzalanması, Şeybanilərin Xorasanı işğal etməsi. Xeyr, bundan əvvəl artıq işğal olmuşdu. Dövlətin paytaxtının İsfahana köçürülməsi, Şah 1. Abbasın ordubadları bütün dövlət vergilərindən azad edilməsi. Bu da həqiqəti əks elətdirmir. Deməli, Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünün mərkəzi hakimiyyəti zəiflənməsi, Qızılbaş tayfaları arasında çəkişmələrin güclənməsi doğrudur. Qızılbaş tayfaları arasında birliyin olmaması, Çıldır döyüşündə 1578-ci ildə məğlub olması doğrudur. Deməli, doğru cavabımız A variantıdır. 34-cü sualda kəşfin münaqişəsi ilə bağlı tərəflərin nüvə silahına malik olması nəticəsində Bangladeş müstəqil oldu. Bangladeş bundan sonra yarandı. Münaqişə beynəlxalq problemə çevrildi, bu da yanlışdır. Müxtəlif etnik və dini qruplar arasında münaqişələri qaldırıldı, bu da yanlışdır, davam edirdi. BMT-nin vasitəsilə ilə münaqişə öz həllini tapdı, bəli. Yəni, bunun nəticəsi oldu ki, Kəşmirin 1/3 Pakistanda, 3/2 Hindistanda qalırdı, dev uyğundur. 34-cü sualda və 35-ci suala baxırıq. Demək, Atabəy Əbu Bəkirin hakimiyyəti dövrünə uyğun gələn hadisəni müəyyən edir. Əbu Bəkir ümumiyyətlə 1191, deməli 1210-cu illərdə hakimiyyətdə olmuşdur. Bunun hakimiyyət illərini bilmək lazımdır. Misir Sultanı Sələddin Əyyubinin qüdsüzlük xasslardan geri alması 1187-dir. Bu düşməz. Buna görə biri götürmürük. Çingizxanın Mərkəzi Asiyanı işğal etməsi 1219-dur. Ona görə də 2-ni də götürmürük. 21-ci illərdə də 2-ni də götürmürük. Sualın doğru cavabı 4-dən 5-dir. Xassı üçlərin nəticəsində Latın İmperiyasının yaranması 1204. Ehli Sultanlığı isə 1206-cı ildə yarandığı üçün uyğun cavabımız elə 4-dən 5 olur. 36-cı sualda uyğunluğun müəyyən edin. Mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradıldı. 40-cı il 10 aprel islahatına əsasən doğrudur. Komendatlar təyin edirdi. Komendatları təyin edilirdi Qafqazın baş hakimi tərəfindən, bu da doğrudur. Qafqaz canişinliyi təsis edildi komendant İrəlisu dövründə. Xeyr, komendant İrəlisu ləğv olunandan sonra 1844-də. Kəndi qrupları ləğv edildi 1847-də. Xeyr, ondan əvvəl 1846-cı ildə 6 dekabr reskriptində ləğv olmuşdu. Azərbaycan ağa bəyləri Ali Müsəlman Silki adlanan başladı 1846-cı ildə. Xeyr, 1843-də artıq bu baş vermişdi. Ona görə də 5 də yanlışdır. Sualın doğru cavabı 1 ilə 2 olacaqdır. 36-ya baxdıq, növbəti 37-ci suala baxsaq. Deməli, 37-ci suala baxaq. Burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. Çernogoriya və Rumıniyanın müstəqilliyin tanınması Berlin Konqresi doğrudur. İngiltərə, Malta və Seylion adasının sahibi oldu Paris sülhü. Paris sülhü deyildi, bu Viyana Konqresi idi. Osmanlı dövlətinin bir sıra ərazilərin itirməsi Viyana Konqresi yanlışdır. Rusiya Qaradənizi hərbi donanma sağlamaq hüququnun yenidən bərpa olundu 1871 doğrudur. Krım müharibəsinin məğlub olması Rusiyanın Polşanın bir hissəsini itirməsi yanlışdır. Burada elə uyğun cavabımız 1 ilə 4 olacaq. 38-ci sualda Roma İmperiyasının Konstantinopoldan idarəti dövrücün xarakterikdir. Konstantinopola köçürülüb 330-da, yəni 395-ə qədər olan hadisələri götürmək olar. 395-də çünki Roma İmperiyası parçalanır. Xristianlara açıq ibadət etmək icazə verilməsi bir yanlışdır. 313-də baş verdiyi üçün götürmədik. Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub etməsi. Deyək ki, bu 359 Amid döyüşünü götürə bilərik. Ərazisində Frank dövlətinin yaranması. Frank dövləti
yaranmayıb. Bu yanlışdır. Frank dövləti yaranır 5-ci əsrdə. Deməli, bu dövrə düşmür. 5-ci əsrin sonlarına aid olduğu üçün bu dövrə düşmür. Bütün Cənubi Qafqazın Roma Sasani dövlətləri arasında nüfuz dairələrinin bölünməsi. Bütün bunun aid ola bilər. Parfiya ilə müharibədə yerli ərazilərin işğal etməsi. Parfiya ilə mübarizə yerli ərazilərin işğal edilməsi. Yəni Roma İmperiyasının bu dövrə aid deyil. Burada uyğun cavabımız 1 ilə 4-dür. 38-ə baxdıq və 39-cu suala baxsaq. Burada qeyd edilir ki, 20-ci əsrin əvvəllərində müstəmləkəçilik ilə bağlı razılığa gələrək Antantanın səmimi sazişi adlanan müqavilə imzalamış dövlətləri müəyyən edin. Təbii ki, bu 20-ci əsrin əvvəllərində 1904-1907-ci illərdə Rusiya ilə və eyni zamanda belə deyək ki, Fransa ilə Rusiya arasında, İngiltərə ilə Fransa arasında olan müqavilədir. Burada Rusiya ərazisi göstərilməyib, Polşanın ərazisi göstərilib. Yəni burada ona görə İngiltərə ilə Fransanı götürürük. 1 ilə 2 doğru cavabdır. 40-cı sualda xronoloji ardıcılı müəyyən edin. Azərbaycan Respublikası təhsil haqqında qanun. Təhsil haqqında qanun deməli 2009-da baş verib. 2009. Heydər Əliyev Fondu yaradılıb 2004-də. Türksoy yaradılıb 1993. Bakıda 1-ci Avropa oyunları keçirilib 2015. Trans Anadolu Qaz TANAP layihəsi işə salınıb 2018-də. Deməli, burada uyğun cavabımız olacaq 3. Deməli, 3. Sonra 3, 2, 3, 2, 1, 4, 5. 4, 5 uyğun cavab olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.